neçə tanınmış alimlər, qüdrətli qələm sahibləri və tanınmış incəsənət nümayəndələri məhz bu zonadandırlar. Eyni zamanda, hörmətli tamaşaçılar, bu zonaya Azərbaycanın Hollywood deyirlər. Bir sıra tarixi filmlər və müasir kino inciləri məhz bu zonada lentə alır. Əgər biz hazırda kətdəyiksə, mənə elə gəlir ki, kənd ağsaqqalından görüşsək, yerinə düşər. Sağa gedim, sola gedim. Axund Hacı Sultanı mən necə tapım, hardan tapım? Salam aleyküm. Hoş gördük. Salam aleyküm. Əyləşə bilərəm. Buyurun, buyurun. Aha. Salam, hoş gördük. Aleyküm selam. Təşəkkür edirəm, saxladınız maşını. Çok sağ ol. Hara belə gedirsiniz? Mən Axund Hacı Sultanı axtaram. Buyurun, hara lazım? Gedin. Doğrudan çatdırarsınız bizi. Dedim ilk olaraq kənd ağsaqqalı ilə görüşüm. Çok sağ ol, çok sağ ol. Ondan salamlaşım, sonra başlayaq çəkilir. Vanda ötü Allah selamet etsin. Çox sağ olun. Zəhmət olmaz, əlbəttə ki. Gedək. Bu zonanın ərazisi Boz Oğuz tayfalarının adı ilə bağlıdır. Boz Oğuz tayfaları qış aylarında bu ərazilərdə məskunlaşıb və təsərrüfat ilə məşğul olublar. Yay aylarında isə dağlara çəkiliblər. Məşhur şərqşünas Mirzə Kazım bəyin tələbəsi Belizin 1845-ci ildə tamamladığı əsərində. Bu zonanın məşhur şairi Məşədi Azərin Oğuznaməsində də bu zona sözü Boz Oğuzlarla əlaqələndirilib. Başqa bir versiyada isə bu zona sözün bəzanə, yəni bəlli bəzəkli sözündən götürüldüyü deyilir. Ən dəqiqini isə, hörmətli tamaşaçılar, bax, indi yaxınlaşdığımız Cümə məscidinin axundu Hacı Sultan bilir, elə ona müraciət edək. Xoş gördük. Hər vaxtınız xeyir. Hər vaxt xeyir olsun. Hoş gəlmişsiniz. Dedik gələk, bu zona haqqında, onun keçmişi, şərəfli tarixi, bugünü, müasirliyi haqqında, tarixi abidələri ilə bağlı çəkilişimizi edək və tamaşaçılara təqdim edək. Çox gözəl, bu zona qədim kənddir. Tarixi abidələrimiz var burada. Misal üçün, burada Xəlifə türbəsi var burada. Xəlifə türbəsi 1641-1642-ci ildə. Orada əslən qəbristanlıqdır. Hun qəbristanlığı deyirlər. Amma orada 1641-də Şah Abbasın dövrünə aiddir. Yəni, Şeyx Səfi Bahadur xan. Orada xəlifələr təyin edilib olan dövründə dini rəhbərlər bu ərazilərdə, Abşeron yarımadasında. Orada 2 nəfərin qəbri var, türbəsi. Türbəni bir qadın dikib, bir xanım qadın. Orada Şeyx Əli bir xəlifə olub, bir də onun cavan oğlu olub, Məhəmməd Mömin. Məhəmməd Mömin şəhid olub, onun qəbri var orada. Sonra burada Qarapaltar piri var. Qarapaltar piri oxşar türbə həm Şağanda var, həm Yeni Suraxanada, həm də bu zonada. 1306 təxminə bələdçində bu illərə gedir çıxır. Əliyağ qədəmgahı var bu zonada, ziyarətgahdır. Bəlkə eşitmişsiniz, kitabcaq yazılır bunun haqqında. Bilir ki, xaricdən də hətta gəlib ziyarət edənlər var. Əli, xaricdən də gəlib buranı ziyarət edənlər var. Nəsrani məscidi var, Alban məbədi var burada qədim. Tarixi çox qədim, tağları qalıbdır qədim. İndi də qalıb, elə o tağlar qalıbdır, tarixi yerdir, maraqlı yerdir. Bizim bu tarixi Cümə məscidini Sovet vaxtından mağazin kimi istifadə edirlər. Amma böyük məsciddir bura. Sonra biz müraciət edirik, Heydər Əliyev fondu tərəfindən gəldilər. Bu bizim gözəl məscidimizi təmir edib bizə təhvil verdilər. Biz bilirdik ki, hörmətli və dəyərli ziyalımız olaraq siz bu zona və onun tarixi, müasirliyi haqqında tədqiqatlar aparırsınız. Böyük sərişləriniz var. Amma bir daha bu söhbətdən biz buna əmin olduq. Nə yaxşı ki, sizi kimi ziyalılarımız var, nə yaxşı ki, sizi kimi ağsaqqalımız var ki, bugün bu tarix haqqında söhbət açdıqda siz bizə tamaşaçılara bu məlumatları təqdim edirsiniz. Var olasınız, çox sağ olun. Sonra ziyalı kəndlərdən biri sayılır. Ən çox şairi, yazıcısı olan kənd bu zonadır. Çünki burada bu zonada məşhur şair olur. Məşədə Azər bu zonalı.
Onun kitabları, silsilə kitabları çıxıb. Baxdı ki, onun həyətində Məcmə Şüəra Meclisi olub. Həmin Məcmə Şüəra Meclisində Hüseyn Cavid kimi dahilər gəlib, bütün şairlər gəlib yığılıb. Hal-hazırda Məşəd Azərin də evi var burada. Yəni Məhəmməd İsmail Asi, Ağa Səlim Fədai, Buzonalı, Ağəmi Buzonalı ən çox şairi ilə, klassik şairlə tanıyan kəndlərdəndir. Biz bilirik ki, çox məşhur, tanınmış insanların büstləri, heykəlləri məhz bu zonada da qurulub. Onlar sırasında Sidqi Ruhullah, Nəcibə Məlikova var ki, bu haqda danışmaya bilməzdik Hacı. Bəli, düz deyirsiniz. Çünki siz bilirsiniz ki, Sidqi Ruhullah SSR xalq artisti, özündəki məşhur tanınmış aktyorlardan biri olubdur ki, onun burada bu zonada həm 206 nömrəli məktəbin qabağında olan büstləri qoyulub, həm də ki, bir beyt deyirlər, olsun ki, övladı kimi ad qazanıb Sidqi Ruhullah şöhrət götürüb Azərbaycanı bu zona. Hansı tərəfə, hansı səthdə getsək Hacı doğru alınar? Bu yolu düz gedəcək, biraz qabağa getsə həmin büstlərdir. Çox sağ olun. Allah razı olsun. Sağ olun. Hörmətli tamaşaçılar, artıq gəlib çatdıq haqqında söhbət açdığımız məkanlardan birinə. Azər Buzonalı Məcmə Şüara Ədəbi Məclisinin çox nüfuzlu üzvlərindən biri olub və bildiyimə görə fars və ərəb dillərində çox gözəl şeirlər yazıb. Onu da vurğulayaq ki, qüdrətli qələm sahibi Əliağa Vahidin ustadı olub. 80-da az qalıb çatmağa yaşım, qarlı dağlar kimi ağarıb başım. Siz poeziya sevərlərin qəlbində əbədi yaşayacaqsınız, şair. Sidqi Ruhullah, SSR xalq artisti, dövlət mükafatı laureatı, Qacar rolunun mahir ifaçısı. Gözler, inan ki mən bizim ruhumuzu sevdim ürəkdən. Bu dövlət, bu cəlal, bu şanlı saray, söylərim safi olduz o ay. Ne tapşırsın bu günden gerek. Ancak bir şartım var. Buyurun görek. Gerek faktöründe yazsın sənətkar. Nəcibə Məlikova, Respublikan xalq artisti, dövlət mükafatı laureatı, mükəmməl kino incisi olan Ögey Anada yaratdığı obrazı kim unuda bilər? İsmail, oğlum, atana məktub yazmışam. Ancaq bilmirəm kiminlə göndərim. Sən apara bilərsənmi? Mən? Sən, əlbəttə sən. O Mirzə müəllimdir. Respublikan əməkdar artisti Mirzə Ağabəyli. Ağamısa! Ay ağamısa! Ay Hacı, sən belə güləndə mənim ürəyim davamın altına gedib çıxır. Nökür. Ay rəhmətliyin oğlu. Əlçiymişsən bu işlərindən də. Ağamısan, nəyə qoyum, nə axtarır? Adama qalan ad olacaq. Tikdirdiyimiz bu binalar balalarımızındır. İndiki kimi fürsət heç vaxt ələ düşməz. Hər vaxtınız xeyir, xoş gördük. Necəsiniz əmən? Gəray bəy demişkən, Peykanlıya xoş gəlmişsən, amma bir iş var ki, əli boş gəlmişsən. Eybi yox, darıxma. Mən səni əli dolu göndərəcəyəm. Bu tarixi abidələrlə, bu tarixi binalarla tanış edəcəm səni. Orada əli dolu. Ay Mirzə müəllim, siz özünüz teatr, kino adamısınız. Bilirsiniz ki, əsas qələm dolması deyil, kəlam dolmasıdır. Gəlmişik, biz onun haqqında çəkiliş eləyək və özümüzlə çox maraqlı söz-söhbəti aparaq, tamaşaçılara təqdim edək. Onlar da görsünlər ki, biz onanın necə cəhcəlalı var. Bəh, nə gözəl. Atalar deyib ki, məqsədimiz nə meyxanədir. Bunlar tarixi yaşatmaq üçün bir bəhanədir. Elə isə biz fürsətdən istifadə edib davam edək. Mən elə uşaq vaxtında, gənclik illərindən bu tarixi yerləri gəzməklə, tanış olmaqla, tarixi yaşatmaq üçün həmişələ bu işlə məşğul olmuşam. Ne üçün ki, kino çəkilişlərində mənə xahiş edirlər ki, koordinator kimi, filan küçədə lazım bizə, filan ev lazımdır, çəkilişə uyğun
evlər lazımdır. Əminəm siz heç deməmişsiniz, həmişə əl uzadırsınız, kömək edirsiniz. Bunu uşaqlıqdan ki əzbərləmişəm, tanış olmuşam, ona görə yaddaşımda qalıb. Ona görə də gəl belə eləyək. Mən aparım sizi bu tarixi küçələrlə, evlərlə tanış edin. Nə maraqlı. Eləsə gedək vaxt itirmədən. Getdik. Yerək. Deyirəm nə yaxşı ki, bugün biz tariximizi, şərəfli keçmişimizi qoruyuruq, saxlayırıq, təbliğ edirik. Nə qədər müasirlikdir, o qədər də Azərbaycanlıyıq. Azərbaycancılıq ideyalarını qoruyuruq, saxlayırıq, gənc nəslə ötürürük. Şair deyir ki, gəl cəzbə eşq olsa gətirirəm, necə gəlməz? Gəl cəzbə eşq olmasa gəlsə, necə gəlməz? Bu tarixi yaddaşı saxlamaq üçün gərək insanda məhəbbət olsun. Tarixi məhəbbət olsun, keçmişə məhəbbət olsun, keçmiş abidələrimizə. Bu divarda daşlar var ha. Burada bir məhəbbət var ki, onu qoruyub saxlayırlar. Ne üçün saxlayırlar? Həm bugünə bizə çatdırmaq üçün, həm də gələcəyə. Çünki gələcək öz tarixini bilməsə, unudulacaq. Bu bizim kəndimizdə laf əvvəllərdən, qədimidən şirəhoz deyirlər mənə. Məncə doşab üçün üzüm şirəsi. Tapdalayırlar. Burada su axır, üzümün su axır və onu döndərib eləyirlər doşab. Gözü müxtəlif formadadır. Əsəd kişi bunu harada gördü, götürür, saxlayır, qoruyur. Bu hamam var ha, bu hamam özü mesenant, gözəl bir mesenantımız oldu bizim. Onun tikdirdiyi hamamdır. Buna Təhməzov hamamı deyirlər. Nə qəşəng hasar, nə gözəl qapı. Bu qapı sənə tanış gəlir. Hansı filmdə görmüşəm amma. Gözün qabağını bir götür yenə bu hansı kadrdadır, hansı filmdədir. Kimi həsr olundu bu film. Təsadüfən bizim görkəmli alimimiz Xoşbəxt Yusufzadə həsr olmuş filmdir. Elə Düz düz tapdın. Allah Teala buyurub ki, səndən hərəkət, məndən bərəkət. Eşdin kimsin o? Ha. Keç içəri, daha bir də davada salmayın. Eşdin? Xoş gördük. Salam. Siz gəldiniz. Necəsiz? Çox sağ ol. Mirzə müəllim bizə bəhs etdi, göstərdi. Amma nə xoş ki, bugün onları qoruyub saxlayanlar var və sizin simanızda biz deyə bilərik ki, buna böyük maraq göstərirsiniz. Həqiqətən də həm keçmişə, eyni zamanda əcdadlarımıza və sizə əziz olan insanlara münasibəti bildirərək yaşadırsınız. Giriş maraqlıydı. Ha, məkan ondan da maraqlı. Gördüyünüz bu otaq Buzovna kəndinin qədim köhnə memarlıq nümunəsidir. Bu otağın təxminən 300 il yaşı var. Təsəvvür edin, 300 il. Və burada gördüyünüz kolleksiyanı mən hardasa 25 ildən çoxdur ki, yığıram, toplayıram və çalışıram ki, əksəriyyəti Buzovnanın tarixinə aid olsun. Misal üçün, gördüyünüz sərpuç. Buna sərpuç deyirlər. Təyinatı nə üçün idi? Deməli, texnoloji baxımından bu elə hazırlanıb ki, oreyləri isti saxlamaq qabiliyyətinə malik. Xış aləti. Bu xış alətini mənim kolleksiyama Quliyev Həcağa Niftullaoğlu hədiyyə edir. Təsəvvür edin ki, Niftullah dayının 70-dən çox yaşı var və həmin bu xış alətdən onun obası Quliyev Əhməd Hacıquluoğlu istifadə edir. Yəni bu bir Buzovna kəndinin bir xırda bir parçasıdır, tarixidir. Mən sənə dedim ki, mən sənə aparacağım belə bir şəxsin yanına ki, Azərbaycanın Miçurini. Mənlə bir yerdə oxuyur. Həmişə də sinifə gələndə görərdim ki, sumkasında ya bir şapdalı var, ya bir qaysı var, ərik deyirlər ona da. Çox sağ olun dəvətə görə.
Çox sağ ol. Hacı, bildiyimə görə bu zonada adətən, tarixən əkinçilik və balıqçılıqla məşğul olurlar. Bugün də bu ənənə davam eləyir. Bax, elə sizin simanızda bunu görüb deyə bilərik. Əliniz də yüngüldür. Deyirlər, nəyi əksə, o mütləq cücərir, becərir və böyük bəhər verir. Abşeron yarımadasının torpağı çox qüvvəlidir. Həm gillidir, həm qunçallı. Biz ona da kənd təsərrüfatının bütün sahələri inkişaf edib, xüsusən üzümçülük, tərəvəzçilik, səbzə məhsulları daha da çox inkişaf edib. Kəndin yuxarı hissəsində kənd cəmaatı balıqçılıqla məşğul olurlar. Necə aşağı hissəsində heyvan saxlayardılar, təsərrüfatla, əkin-tikinlə məşğul olurlar. Orta hissədə ki, hər şey əkərdir. Çox adam qədim üzüm növlərini qoruyub saxlayıb, indiyə kimi. Biz də o cümlədən. Yeganə meyvə də üzüm ki, yetişir, 3 ay qalır. Heç bir meyvə, məsəl üçün, 5 gün, 10 gündən artıq qalmaz. 3 ay yetişir qalır tağın üstündə. Üzümün quru budaması xüsusi yerdir. Əgər quru budama düz aparılarsa, orada gələcəkdə məhsuldarlıq çox olur. May ayında inkişaf başlayır, pöhrələr verir. Təxminən iyun ayının 10-undan sonra yaşıl budamaya xüsusi diqqət edir. Yəni, yaşıl budama nə deməkdir? Məsələn, pöhrələrin yanından, məsələn, boy atıb gedir, baxır çubuqlar, boy atıb gedir. Onun ətrafında haramı bizdən olur. Haramı Haramı bizləri əgər qırılmasa, o bizlər inkişaf edəcək, var verən budaqlara gələcəkdə məhsuldarlığını aşağı salır. Emin də bayanlara yolda ki, Hacının bağında heç olmasa bir meynənin budağı. Xahiş eləsə, görəsən icazə verəm. Buyur, bu qeysini verəcəm sənə. Bunu bilirəm, hər adama etibar eləmirsiniz. Həzi üçün saxlamışam, emin üçün saxlamışam. Hansı meynəni keçmək lazımdır. Mən də and içim dostdaşına yandı ki, Hacı Mirzəminin həyətində, bağında o meynə çubuqların birini mən budamışam. Yo, birini yox, beşini də olmayayım. İcazənizlə, gedək. Hazır, bax. Bax, koymuşam bunları. Bax, bunu koymuşam. Bilirdiniz istəyəcəm. Bunu buradan kesirsən. Dəndin ortasından. Burası. Bəli, baba, buradan. Nişasta bura çox yığılır. Bu tərəfdən. Kes oradan. Bu bucaq şəklində yoxsa düz? Düz də kesə bilərsə, düz də kesə bilərsən. Kes. Mən bunu elədim. Bir də mən də kesəm. Mən 5 dənəsini kesməliydim axı. Sən də bax, bunları da kes. Bunlar hazır. Bunlar keçir. Məndə yoxdur. Həci düz tutmuşam. Belə. Bunu da, deyəcəm, çox uzun saxlanır. Bunu da buradan kesə bilərsin. Buradan kesməyi. Amma ortasından, nişasta və ortaya yığır. Bura. Bax, ortaya. Alındı. Nə vaxt kömək lazım olsa, görsəz ki, köməkçiləriniz düzgün eləməyiblər, nəsə kəsilməlidir. Çağırın, biz gələk köməyə. Sağlıq olsun. Təşəkkür edirik. Var olasınız, zəhmət verdi sizə, ailənizə, qonaqpərvərliyə görə minnətlar. Zəhmət edirik xalqımıza, sizə, cəmaatımıza mənəvi zövq alsın. Haçan ürəyi istəsə gəlin. İnanın, qapınızı yenə döyəcəyik. Mirzə müəllim, şəhərin səs-küyündən sonra gəlib bax Zona kəndində gəzmək, sizinlə söhbət eləmək, gözəl insanlarla görüşmək nə xoş. Bilirik ki, bugün özündə qədim ənənələr bu zonada və bu zonalar tərəfindən yaşanır və təbliğ olunur. Xüsusilə toy məclislərində, bax keçmişdə olduğu kimi bugün özündə də muğam dəstgahları hazırlanır. Bir deyil, iki deyil, bir neçə gün ərzində bu günlər qeyd olunur. Doğru düşünürəm? Bilirsiniz, Emin, rayon toyları ilə, Bakı şəhərində olan toylarla və Bakının ətrafındakı kəndlər, 32 kəndimiz var. Hər kəndin özünün xüsusiyyətləri var, toy xüsusiyyətləri var. Demək olar ki, onda yas mərasimlər baş olduğu kimi olan toylar başqa. Məsələn, toylar var ki, Hövsanda orada taxt qururlar, bəyküt taxt qururlar, xonça, şam yandırırlar. Amma Zonada necədir? Zonada, məsəl üçün, mən əvvəl yadıma gəlir ki, bəy tərifi olardı. Musiqiyə olan məhəbbət, muğama olan həvəs, ifaçılıq sənətində bizdə çox
Tanınmışlar. Tanınmışlar. Qaboy Azərbaycanda yeganə ifaçı Kamil Cəllov. Bizdə Nadir Axundov olub. Nadir Axundov. Azərbaycanda yeganə klarnet ustası və ondan sonra tələbəsi Elşad Cabarov. Konservatuar dərs deyib. Mir Nazim əməkdar artist, Toğrul əməkdar artist, Şəhriyar əməkdar artist, tar ustası. Bugün Fransaya, İtaliyaya gedir qastrol səfərlərinə. Deməli, müasirlərdən bir sənətkarın adını çəkməsək, bunu nə mənə, nə sizə keçməyəcək. Firuz müəllim. Firuz müəllim, mən onu niyə göz axir saxladım? Ona görə biz öyle onlara gedirik. Aa, nə maraqlı. Bu ev bizim gözəl tarzənimiz, Respublikan xalq artisti, konservatuar müəllimi, yenə deyirəm, Qızılbarmaq Firuz Əliyevin yaşadığı evdir. Bu da sinif yoldaşınızdır? Bu da mənim sinif yoldaşımdır. Hamı elə sizin yoldaşınız. Təsadüfən düşüb də. Bugün biz qonağa gəlmiş. Həmişə siz gəlirsiniz bizim efirlərə. Qurban Pirimovun, Əhsən Dadaşovun, Bəhram Mansurovun yadigarı Firuz, bir də ki, əfsanəvi nağır ustası Gülağa. Sizin gəlişiniz Emin müəllim çox bir gözəl günə təsadüf edir. Bugün bizim bu Gülağa müəllimin nəvəsinin bir yaşı tamam olur. Ay xoş gəldin. Vay babacığım. Allah saxlasın. Nə qəşəng kostyumun var. Allah saxlasın. Təbrik edirik. Budur ifa, budur sənət, budur Azərbaycan musiqisi. Mirzə müəllim, bir sualım da var, qorxusu yoxdur? Allah rəhmət etsin Teymur Mustafayevi. Bir qəti qorxusu yoxdur. Xüsusən bu zonada heç qorxusu yoxdur. Çox sağ olun. Biz də bizimlə sizin çəkiliş qoyub. Siz onada çəkilən filmlər haqqında istərik bir qədər söhbət açaq. Bildiyimə görə 1 deyil, 2 deyil, 3 deyil, hətta 5 deyil, onlarla filmlər çəkilib. Hesabsızdır. Mən hələ 20-yə yaxın filmin koordinator olmuşam. Neçəsində özünüz iştirak eləmişsiniz? Həm özüm iştirak eləmişəm, özüm iştirak eləmədiyim filmlər də var. Amma mənə qədər ki, mənim yaşımla düzgən burada Koroğlu çəkilib, dəniz qırağında Düratı ilə bərabər bir 304 at qoşmuşlar ona. Atları tüfənglə hürküdürdülər ki, dənizdən çıxıb qaçırlar. Sonra burada Leyli Məcnun çəkilib, 7 oğul Sələm çəkilib. Ya da Saldıqda səni. Həmən bu divarın dibində Seyirəzmi Şirvanı gedir. Bu divarın dibində Seyirəzmi Şirvanı dərsə məktəbə gedir. Uşaqlar dərs deyir. Sonra bağ mövsümü çəkilib burada. Ölüm növbəsi çəkilib. Sonuncu dayanacaq çəkilib burada. Yuxu bildiyimə görə. Yuxu filmi çəkilib. Bu kino ki var Mirzə müəllim. Çox çətindir. Həm də gəlizdir. Biz elə yaşlı kişiləri çağırırlar ki, gəlin, paltalarını değişin, palta giyinin. Fətəli xan çəkilir. Bu Fətəli xanda söz kütləvi səhnə. Yəni ki, etiraz edirsə cəmaat ki, etiraz edir ki, çökmüyor bizim mülklərimizi. Fətəli xan da o vaxt Ləniz Gərəkmər olmuşdur. Xalq artisti. Yəni, bax, bu həmən görünən küçük yoxdur. Bu küçə? Bu küçə. Bax, burada etiraz edir, Fətəli xan danışır. Fətəli xan danışandan sonra cəmaat ki, razılığa gəlir, onda bu pilləkən olub burada. Pilləkənləri başlayır çökməyə. Sonra qalxırlar dama. Həmən bax, o gördüyünüz arxa var ha. Arxalı evin yuxarısında, onda şifr olmayıb. Həmən bax, bu görünən yerlər, hamısı o daş divar o vaxtdan qalıb.